Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu və xayrun nasirin və mu'in. Hər birinizi Allahın salamı ilə salamlayıram, əziz və dəyərli izləyicilərimiz. İnşallah bugün Məhərrəmlik ayı və Ərbəin səfəri haqqında söhbət edəcəyik. Hər il Məhərrəmlik ayı gələndə zaman sanki axarın dəyişir. Tarixin dərinliklərindən gələn bir hüzün, eyni zamanda böyük bir oyanış ruhu qəlblərimizə hakim olur. Bu elə bir aydır ki, bizə sadəcə keçmişdə baş verən hadisəni xatırlatmır, ağırlı hadisəni xatırlatmır və bizə insan olmağın, fədakarlığın və daxili saflaşmağın yollarını göstərir. Bugün sizinlə Məhərrəmlik ayının bəxş elədiyi mənəvi faydalardan və bu yolun ən möhtəşəm zirvəsi olan Ərbəin səfərinin fəlsəfəsindən söhbət edəcəyik. Gəlin bir düşünək. Niyə görə hər il Məhərrəmlik ayı gəlir və bu Məhərrəmlik ayı həmişə yaşardı, aradan getmir? Niyə əsrlərdir bu məktəb köhnəlmir? Buna səbəb nədir? Birincisi budur ki, Məhərrəmlik vicdanın cilalanmasıdır. İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbi bizə haqsızlığa qarşı susmamağı, dürüstlüyü və ləyaqətli olmağı öyrədir, başa salır. Bu ayda insan öz daxilinə boylanır, öz ədalət və vicdanını tərəziyə qoyur. İkinci budur ki, empatiya hissi. İnsan özünü İmam Hüseyn əleyhissalamın və onun ətrafında olanların yerinə qoyur. Ki, Aşura gününün susuzluğunu, çətinliyini anlamaq bizə ətrafımızdakı ehtiyat sahibləri ki var, onlara qarşı mehriban olmağı öyrədir və bu ayda qəlblər yumşalır, insanların bir-birinə qarşı olan kini aradan gedir. Və üçüncüsü budur ki, ruhun saflaşmağı. İmam Hüseyn əleyhissalam üçün tökülən göz yaşı insanın ruhunu saflaşdırır, insanın ruhunu paklaşdırır, təmizləyir, insana insan olmağı öyrədir. Yaxşı, bəs bu mənəvi dirçəlişin ən canlı, ən kütləvi təzahürü harda baş verir? Təbii ki, Ərbəin səfərində. Bu Ərbəin səfəri sadəcə bir coğrafi məkanı ziyarət eləmək sayılmır. Bu ruhun meyracı milyonlarla insanın eyni məqsəd, eyni sevgi ətrafında birləşməsidir. Görürsən, qoca, cavan, qadın fərqi yoxdur. Hamısı neçə kilometri, 100 kilometrə yaxın olan yolu piyada gedirlər ki, Həzrəti Zeynəbin və qalan əsirlərin çəkdiyi əziyyətləri, əzabları dərk eləsinlər, başa düşsünlər və dünyanın heç bir yerində Ərbəin səfəri kimi, Ərbəin yürüşünün bənzərini tapmaq mümkün deyil. Bu insanlar ki, gedirlər, milyonlar gedirlər İmam Hüseyn əleyhissalamı ziyarət eləməyə, onların məqsədi nədir? Rahatlıq tapmaq istəyirlər, xeyr. Onları hərəkətə gətirən tək bir qüvvə var. O da İmam Hüseyn əleyhissalamın sevgisi və o sevginin gətirdiyi azadlıq ruhu. Ərbəin yolçuluğu insana bərabərliyi öyrədir. Orada statuslar yox olur. Hamı eyni xətt üzrə, eyni hədəfə xidmət edir. O yolda qurulan süfrələr, zəvvarlara göstərilən o təmənnasız xidmət bizə insanlığın hələ ölmədiyini, fədakarlığın ən uca zirvəsini nümayiş etdirir. Ərbəin bəşəriyyətin sülh, qardaşlıq və fədakarlıq utopiyasının real həyatda canlanmasıdır. Yəni, həyat ancaq subyektiv mənfəətlərdən, ötəri istəklərdən ibarət deyil. Həqiqi yaşamaq bir dəyər uğrunda, haqq uğrunda yaşaya bilməkdir. Bu müqəddəs günlər bizə özümüzü yeniləmək, mənəviyyatımızı zənginləşdirmək və İmam Hüseyn əleyhissalamın açdığı o nur yolunda addımlamaq üçün böyük bir fürsətdir. Kaş ki, bu aylarda qazandığımız mənəvi saflığı, Ərbəin ruhunu bütün il boyu qəlbimizdə yaşada bilək. Baxın, İlk dəfə necə oldu ki, insanlar Ərbəin ziyarətinə getməyə başladılar. Bu ayinin əsasını, təməlini kim qoydu? Təbii ki, Hz. Peyğəmbər əleyhissalamın səhabəsi Cabir ibn Abdullah Ənsari. O, İmam Hüseyn əleyhissalam qiyam eləyəndə gözləri kör idi, o döyüşdə iştirak eləyə bilməmişdi. Elə ki, İmam Hüseyn əleyhissalam şəhid oldu. İmam Hüseyn əleyhissalam şəhid olandan sonra Cabir ibn Abdullah Ənsari ilk dəfə Ərbəin günü o həzrəti ilk ziyarət eləyən oldu. Cabir ibn Abdullah Ənsari köməkçisi Ətiyyə ilə gedir, Fərat çayında qusl eləyir,
gəlir İmam Hüseyn əleyhissalamın qəbrini ziyarət eləməyə və deyir, Cabir əlin qoyur İmam Hüseyn əleyhissalamın qəbrinin üzərinə 3 dəfə səsləyir. Deyir, ya Hüseyn, ya Hüseyn, ya Hüseyn, görür ki, cavab gəlmir. Deyir ki, dost da dostun salamına cavab verməz, dost da dosta cavab verməz. Ondan sonra öz-özünə dedi ki, necə cavab verəsən ki, Hüseyn can, qanuva qəltan olmusan və başın bədənindən ayrı düşübdür. Və ondan sonra dedi ki, şəhadət verirəm, sən peyğəmbərlərin ən üstünün övladı, möminlər sərvərinin və təqva köməyinin hidayət sülaləsinin oğlusan. Sən Kisa əshabının 5-cisi, rəhbərlər ağasının və xanımlar xanımı Fatimənin oğlusan. Niyə də belə olmasın? Ondan sonra deyir, üzün döndərdi İmam Hüseyn əleyhissalamın yanında yatan ruhlara, onlara dedi ki, salam olsun Hüseynin huzuruna inən və kənarında rahatlaşan ruhlara. Şəhadət verirəm ki, siz namazı dirsətdiniz və zəkatı ödədiniz, yaxşılığa dəvət edib pislikdən çəkindirdiniz. Allahsız və dinsizlərlə döyüşdünüz və son nəfəsinizədək Allaha ibadət elədiniz. Və sonra bir söz dedi ki, Ətiyə deyir, mən deyir, təəccüb elədim. Ondan sonra dedi ki, Muhammədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, biz siz şəhidlərin daxil olduğu yolda şərikük. Ətiyə dedi ki, necə ola bilər bu sözü deyirsən sən? Cabir dedi ki, peyğəmbər buyurub ki, hər kim bir dəstəni sevsə, qiyamət günü onlarla məhşur olacaq və hər kəs bir dəstənin əməlini sevsə, onların əməlində şərikdir. Muhammədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, əgər mən zəiflik və çarəsizlikdən İmam Hüseyn əleyhissalamın kənarında olmadımsa da, mən və dostlarımın niyyət və istəyi İmam Hüseyn əleyhissalam və dostlarının getdiyi yoldur. Allahdan istəyirəm ki, arzusunda olan hər kəsə Ərbəyin ziyarətini nəsib eləsin. O yolun çətinlikləri ki var, o yolun çətinlikləri, o şirinlik, o çətinlikləri aradan aparır. Allah bizlərə bu ziyarəti nəsib eləsin, bizlərə Məhərrəmlik ayını düzgün başa düşüb, dərk eləyib bu ayı düzgün şəkildə yaşayanlardan, İmam Hüseyn əleyhissalamdan ayrı düşənlərdən bizləri qərar verməsin. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu.